İlk öncə Rəbb deyir ki, sən addımın odur ki, sən yaxınını sevməlisən. Əgər biz başlasaq ki, deməyə ki, yox ya Rəbb, xeyir duanı ver, sonra sevin. Bu bazarlıqdır, bu sevgi deyil. Çünki Rəbb sənlə bazarlıq eləmədi. Rəbb gözləmədi ki, mən yaxşı olum, mənim xasiyyətim yaxşı olsun, mən özümü yaxşı aparım, sonra oğlu İsa Məsih mənə görə qurban verdi. Mən hələ günahkar ikən, mən hələ natəmiz olanda, mən hələ bu dünyada olanda, mən hələ Allahı axtarmayanda Allah artıq məni, səni sevdi və öz oğlunu bizə görə qurban verdi. O birinci addım atdı. İndi bizim addım atmaq vaxtımızdır. İndi biz o sevgiyə cavab vermək vaxtımızdır. Əgər indiyə kimi ürəyimizdə bu sevgi olmayıbsa, əgər həyatımızda biz görürsə ki, sevgimiz çatmır, Rəbbi sevməyə, Rəbbə vaxt ayırmağa, çünki sevdiyin şəxs üçün vaxt ayırmalısan. Sevirsənsə, sən həyatının bir hissəsini ona verməlisən. Və o vaxt ayırmaq, həftədə bir dəfə 2 saat burada oturmaqdır. Hər bir günümüzdə vaxt ayırmaqdır. Allah hər gün səninlə birlikdə olmaq istəyir. Allah hər gün səninlə ünsiyyətdə olmaq istəyir. O da saatla deyil. Mənim övladlarım mənə hər saat zəng eləyə bilərlər ki, söhbət eləsin. Mən ancaq sevinərəm ona. Və fərqi yoxdur sən nə vəziyyətdə olursan ol. Sevdiyin insan sənin yanına gələndə sən sevinirsən. Rəbb də sevinir sən onun yanına gələndə. Rəbb sevinir sən ona dua eləyəndə. Rəbb sevinir sən heç olmasa vaxtaşırı kəlamı açıb azdan çoxdan nəyisə oxuyanda.